Başlayaq artıq qrafiklərimizi qurmağa. Mən yeni bir sheet əlavə elədim. Sheetin adını qoyaq report. Başlayaq. View-dan yığışdırdım grid line-ları. Insert menusundan text box əlavə eləyək bir dənə bura. Belə. Yazaq ümumi analiz. Şirkətimizin ümumi analizini eləyəcəyik. Bunu böyütdük. Formatın mən azından bu formatdan istifadə edirəm. Bunu qoyduq. Ortaya gətirdik. Bu formaya saldıq. Format shapefill edək. Belə qalsın. Outline yığışdırdım ki, bu xəttlər görsənməsin. Ümumi analiz yazısı da olsun. Bold, okey. Məncə mükəmməl oldu. İndi gəldik nə? Biraz da qısaldaq. İndi qrafiklərimizi tətbiq edəcəyik. Qrafika belə tətbiq edəcəyik. Hər istədiyimiz bir hesabat üçün ayrı-ayrı pivot düzəldib, oradan qrafikləri tətbiq edəcəyik. Desəz ki, bəs pivot chart olacaq. Heç bir fərqi yoxdur pivot chartla ayrı chartın. Yəni, istənilən pivotun və digər chartın parametrləri, xüsusiyyətləri eynidir. Gəldi indi nəyə? Pivot tətbiq eləmək üçün insertdən table deyirik və buradan əlavə eləyirdik. Amma mən tövsiyə eləyirəm ki, siz əgər hər hansı bir məlumat bazasına pivota çevirməmişdən qabaq, bunu table formatına salın. Yəni, necə? Table'dan table formatına saldıq. Okey. Desəz nəyə görə? Daha doğrusu, mən səhv elədim. Insert, table formatı, okey. Desəz nəyə görə? Çünki biz table'ımıza hər hansı bir ad verəcəyik və həmin adı biz pivotlarda istifadə edəcəyik. Yəni, table'ın adına da buradan verək. Nə? Data. Olsun table'ın adı data. Nəyə görə dedim? Misal üçün, yeni bir sheet əlavə elədim. Sheetdə insert, pivot table deyə bilərəm. Qısa yolda alt, n, v deyə bilərəm. Bura bir data yazıb, enter klikləsəm, həmin o hesabat gəldi bura. Demək, birinci analizimiz olsun nə? Birinci analizimiz olsun şirkətlərin performans göstəricilərinə görə hansı şirkət önəmli, belə deyək də, daha öndədir. Yəni, bir növ trend şəklində quraq da bunu. Bunun üçün biz line chartdan istifadə edəcəyik. Neyniyək? Əvvəlcə departament rowsa PFG-ni də atdım hara? Belə deyək də, value. Ki, bu ümumi şirkətlərin içərisində ən çox yüksək göstərici olan şirkət hansıdır? Gəldi indi nəyə? Burada 525, hətta təsadüf ədədlərdə fərqi yoxdur. Zaten bizim məqsədimiz öyrənməkdir. Insertdən bura daxil olanda, baxın, burada mən bir neçə qrafik tipi məsləhət verir. Mən line chart'a daxil olub, okey deyirəm. Baxın, mən burada line chart göstərdi. Line chart vasitəsilə mən burada görə bilərəm ki, rahat şəkildə hansı, belə deyək də, trendim hansı formadadır, hansı şirkətim daha yüksəkdir, hansı şirkətim daha aşağıdadır. Bunu çox rahat şəkildə görə bilərik. Misal üçün, diqqətlə baxsam görürəm ki, maliyyə uçat departamenti yuxarıdadır. Bu hansıdır? İnzibati işlər departamenti yuxarıdadır həqiqətən. Ən aşağıda isə strateji inkişafdır. Həqiqətən də strateji inkişafın ən kiçik olandır. Məsələn, qrafikin detallarına hələ toxunmuram. Çünki bunu zaten kopyalayıb report bölməsinə atacağımıza görə bu hissəyə hələ ki dəymirik. Keçdik yeni bir işdə. Burada yazaq nə? PFG. Yeni bir işdə və burada da yəni Alt-NV deyirəm. Data yazıb Enter klikləyirəm. Bunun da adını qoyaq nə? Cins. Mənə lazımdır ki, cinslər üzrə ümumi əmək haqqıların faizləri. Necə? Cinsi atdım bura. Əmək haqqını götürdüm, atdım bura. Bunlar hər cinsin aldığı əmək haqqıların, işçilərimin əmək haqqılarının cəmidir. Ümumi şirkətimin əmək haqqı fondunun hansı faizini təşkil edirsə, onu görmək istəyirəm. Necə? Sağ düyməni kliklədim. Show value yazdan column total deyirəm və bu formada mənə bir nəticə göstərir. Yəni, tam ədəd formasında eləyək. Number formatdan yığışdırdım və okey dedim. Ümumi əmək haqqımın 54% bəy işçilərimin, 46% isə xanım işçilərimin hesabına düşür.
Ki, bunun üçün, bu tip data üçün ən mükəmməl qrafik PyChart-dır. Ki, PyChart vasitəsilə mən rahat şəkildə analizimi göstərə bilərəm. Hətta gəlin 3D pay eləyək. Baxın, bunların içərisində daxil olanda mənə burada müxtəlif tip PyChart-lar təqdim edir ki, hansını sən tətbiq etmək istəyirsən. Mən 3D pay deyib və OK deyirəm. Bu formada mənə 3D bir qrafik göstərmiş olacaq. Yenə bunun detallarına dəymirəm. Bizə hələ ki lazım olan əsas bu chartdır. Baxaq indi nəyə? Növbəti hissədə tətbiq eləyə bilərik nə? Misal üçün, yaş bölgüsü məncə eləyək. Bir analiz aparaq görək, hansı yaş aralığında olan işçilərin hansı əmək haqqını alırlar. Və yaxud da performans da ola bilər. Misal üçün, 20-30 yaş aralığının performansları cəmi bu qədər olub. Və eyni qaydanı nigarlanır. Gəlin bir dəfə performans eləyək, bir dəfə də əmək haqqı eləyək. Necə eləyək? Bura bir yaş yazaq. Yaş, yanına da yazıram əmək haqqı. Yenə Alt-NV data dedim, OK kliklədim. Yaş kateqoriyasını atıram bura. Amma burada mənim yaş kateqoriyam çoxdur. Yəni biz pivotdan yadımızdasa öyrənmişdik ki, biz bu kateqoriyanı sıra ilə düzə bilərik. Necə? Yaşı da bir dənə atdım bura və hər yaş kateqoriyasında nə qədər adam olduğunu görmək istəsəm, sum of yaşın üzərinə kliklədim, count, OK. Mənə göstərir ki, bu qədər adam var. İndi mənə lazımdır ki, bu yaş kateqoriyasını sıralayım. Necə? 21-də başlayır, 51-də bitirsə, olsun belə. Məncə olsun 30-dan kiçik, 31 daha doğrusu kiçikdir. 30, 31, 40, 40, 50 və 50-dən böyükdür 50. Bu kateqoriyada olsun. Daxil oldum pivotuma, Analyze-da bizim burada qruplaşdırmaq deyilən bir hissəmiz var idi ki, Group Selection-ı seçirdik. Start olaraq başlayacaq 30-dan, end olaraq bitəcək enddə 50-də və buy olaraq da 10 pillə addımlayacaq. Və OK deyəndə baxın, gəldi həqiqətən istədiyim formaya salmış oldu. Və bu mənə burada göstərir nəyi? Yaşların cəmi. Amma mənə daha doğrusu say yox, sayını göstərir. Həmin yaş kateqoriyasında olan işçilərimin aldığı əmək haqqılar lazımdır ki, həmin o əmək haqqıların nə qədər olduğunu görmüş oldum. Gəldim. OK. Hətta gəlin belə bir şey eləyək. Number formatdan currency dedim, yığışdırdım və qarşısında da bir manat olsun. OK. Ümumi əmək haqqı fondum budur və həmin yaş kateqoriyasında olan işçilərimin aldığı əmək haqqıları da budur. Ki, bu tip bir dataya fikrimcə tətbiq ediləcək ən mükəmməl qrafik tipi column chart olmuş olar. Hansı ki, burada da column chartın müxtəlif növləri var. O tip qrafiklərdən istifadə edilə bilər. Yəni, standart olaraq ən çox istifadə olunan cluster column-dur. Gəldim, cluster column-ı dəyişdirdim və burada mənə göstərir ki, hansı hissə, hansı vəziyyətdədir. Bu oldu bu. Keçdik növbəti hissəyə. Demişdik ki, yaş əmək haqqı, baxın, eyni şeyi sağ düymə, move or copy deyirəm. Deyirəm, create copy, yaratdım eynisini. Gəldim yanına qoydum, bu dəfə qoyuram yaş performans. Yanına yazıram performans. Ki, əmək haqqının yerinə, pivotumuzda göndərdiyimiz əmək haqqının yerinə mən performansı göndərirəm, əmək haqqını çıxarıram. Baxın, hər işçimin hansı performansda, belə deyək, hansı yaş kateqoriyasında olan işçimin hansı performansda olduğu mənə göstərir ki, qrafikdən də bizə məlum olur ki, ən yüksək performansı 40-50 yaş arası olanlar, ən aşağı performansı isə 50 yaşdan böyük olanlar göstərir. Məncə elə bunun üçün də bu qrafik tipi qalsa olar. Digər məsələlər, rəngdir falan, bunların hamısının onsuz da dəyişəcəyik. Ona görə burada buna toxunmuram. OK-dir. Sonra baxaq database-imizdə nələr var. Vəzifələr üzrə var. Vəzifələr üzrə nələr eləyə bilərik? Bir baxaq ona. Misal üçün, burada prosto böyük vəzifələr var. O böyük vəzifələrin adları bizə problem yarada bilər. Misal üçün, belə bir şey eləyək. Yeni bir şit əlavə elədim. Yazıram adına vəzifə. Tutaq ki, Alt-NV, data, OK. Vəzifələri gətirdim, göndərdim bura.